Hər kəsə salam. Əgər ilk dəfədir videolarıma baxırsınızsa, aşağıdakı abunə düyməsini basıb kanalıma mütləq abunə olun və zil düyməsini basmağı unutmayın. Çünki zil düyməsini basmaqla yeni videolardan xəbərdar olacaqsınız. Dostlar, deməli, bu günləri mən dünən sifariş elədiyim Bosch Air 2000 hava təmizləyici cihazı bugün təslim aldım, yəni çatdırdılar bu günləri. Belə bir gözəl qutuda gəlir. Orijinal Bosch'dur. Bunun deməli balaca variantları da var, orta bir də böyük variantları da var. Mən Air 2000 aldım. Bunun 4000 olanı da var. Deməli 8000 olanı da var. Yəni model 8000. Ölçülərinə görə yəni hesablanır. Yəni balaca otaqlar üçün, orta səviyyə otaqlar üçün bu balaca variantı 2000 seriya bəs eləyir. Orta, yəni biraz böyük otaqlar üçün, orta otaqlar üçün 8000, 4000 seriya bəs eləyir. Biraz da böyük otaqlar üçün, yəni geniş otaqlar üçün 8000 seriyanı almaq lazımdır. Fərqli qiymətlərdir. Bu, misal üçün, qiyməti 5000 Türk lirasıdır. O 4000 seriyanın qiyməti 8000'dir. 8000 seriyanın qiyməti də bir 10.000 TL olardı dostlar. Deməli, belə bir gözəl qutuda gəlir. İndi mən sizə demək istəyirəm, bu cihaz nəyə malikdir? Bu cihaz havada tozları yığır özünə. Çox adam deyir ki, evdə biraz pis iyi gəlir, evdə nə bilim siqaret kokusunu, onları siqaretin iyini götürmür bu. Bu tozları yığır yəni. Bir də havanı təmizləyir. Kimin ki alergiyası varsa dostlar, insanlarda alergiya bilirsiniz ki, tozdan alergiya olur. Bu onun qarşısını alır. Yəni baş sistemdir, bu funksional sistemi var üstündə, qutuda. Bunu elə bil ki, qoşmaqla bütün alergiyaların qarşısını almaq olar. Yəni dostlar, deməli model 2000 gedir. Burada deməli bütün dillərdə var. İngilis, Alman, hansı ölkələrə ki Bosch elə bil ki göndərilir satışa. Deməli, Bosch bilirsiniz ki, Almaniyanın ən yaxşı keyfiyyətli firmasıdır. Mən Bosch'u seçdim. Çünki bunun başqa modelləri də olur. Xiaomi'də olur. Hava təmizləyici. Bir də ki, bir dənə də firma var. Onu da baxdım mən. Amma nəsə 3 dənə firma arasından ən yaxşısını Bosch'u seçdim. Çünki şərhlərə də baxdım. Yəni hamı tərifləyirdi bu firmanı. Ona görə dedim ki, mən bu firmanı, Bosch firmasını alım. Çünki həqiqətən Bosch'un başqa ev alətləri olsun, cihazlar olsun, çox istifadə edirəm. Çox keyfiyyətlidir həqiqətən, uzun ömürlük və keyfiyyətlidir. Deməli, indi istəyirəm içini qutunu açım sizə. Bilirsiniz ki, mən Bakıda çox mağazalar baxmışam, elektronik mağazalar olsun. Sizə kontakt olun ya Baku Electronics'dir ya başqa Soliton olsun. Yəni bu cihazdan mən görməmişəm Azərbaycanda satışda. Yəni dostlar, əgər siz bilirsinizsə, görmüşsünüzsə, mənə şərh bölməsində aşağıda yazın. Yəqin ki, xaricdən gətizdirmək olur Azərbaycana. Amma mən Türkiyədəyəm, yəni Türkiyədən aldım bunu, Amazondan. Yəni. İndi istəyirəm sizə içini açım, nə gəlir içində, hamısını bir-bir göstərdim. Çünki YouTube'da mən görmüşəm, hələ ki 2000 modeli təqdim eləməyiblər. Yəni 4000, Air 4000'i videosunu çəkib paylaşırlar. Türkləri, yəni Türkiyə vətəndaşlarının videolarını baxmışam da mən. Deməli, bunların üstündə belə bir plomb kimi gəlir. Bunu özüm açmalıyam. Açaq görək. Bunların hamısını skoçlayıblar, belə plomblu da fabrik ki, heç kim açmasın. Yəni, bütün məhsullar hamısı təmizdir dostlar. Amazondan gəliniyyə görə indi qutunun içində nə gəlir sizə göstərdim sizə. İlk dəfə də açıram. Baxın, yəni videonu ilk dəfə də çəkirəm. Deməli, belə bir sənəd gəlir. Belə qalın bir kitabçası var. İçəridə indi yəqin ki, bütün məlumatlar verilir. Bunu qoyaq qırağa. Bunu oxumaq lazımdır. Bütün dillərdə də var. Ona görə. İndi keçək. Görək burada nə gəlir. Belə bir ağ qutunun içində. Bu nədir bilmirəm. İçinə baxmaq lazımdır. Görək nə gəlir burada. Bunun sarj adaptörüdür. Yəni bu zaryadkasız işləyir. Sadəcə sarj enerji verir də.
Bunun adaptörü də belə mini adaptördə, ağ rəngdə belə bir adaptör gəldi. Burada yenə də onun başlığı var, yəni xüsusi rozetkalar var ki, başlıq bu şəkildə gedir. Avropa ölkələrində. Onu da açım sizə göstərdim. Baxın, burada başlıq başqa cürədir. Yəni bizim rozetkalara uyğun deyildi, yəni. Bunu da qoyublar, sadəcə kim istəsə taxıb, yəni standart taxırsan onun başına, taxırsan rozetkaya. Yəni Avropada deyəndə Amerika ölkələrində, Latin Amerikada başlıqlar, rozetkalarda belədir. İndi biz özümüzə bizim standarta uyğun, rozetkaya uyğun başlıqdır. O da budur. Bu standart Azərbaycanda, Türkiyədə ya Avropada bu başlıqlar gedir. Bundan 2 dənə qoyublar. 2 dənə qoyublar ki, istədiyin vaxtı taxarsan, çıxardarsan, yəni adaptördən. İndi buradan bu da belə bir başlığın içini taxmaq üçündür ya başlarını. Belə bir kulokda gəlir, paketdə gəlir. Bunu da göstərdim sizə yaxından. Çox yaxşıdır dostlar. Kabelləri də belə çox keyfiyyətlidir. Materialı da çox möhkəmdir. Bax, indi bunu qoyaq qırağa. Bax, daha başqa heç nə yoxdur bu ağ qutunun içində. Bunu çıxardıq üstünü. Mən bu cihaz haqqında ayrıca bir video da hazırlayacağım, yəni istifadə qaydaları videosunu. Sadəcə indi açılım videosunu sizə təqdim edirəm. Mən unboxing deyirlər ingiliscə. İçindən nə çıxır, cihaz necə görünür, o barədə sizə. Bunu çıxardacağıq buradan, qutudan. Biraz ağırdır. Dostlar, deməli, qutudan çıxartdım. Belə bir salafan qutuda, kulokda gəlir paketdə. İçində də belə bir kağız var, qoyublar üstünə. İndi ona da baxacağıq, görək indi. Daha başqa heç nə yoxdur içində. Yəni, öz qutusu da onu da qoyaq qırağa. İndi açaq bunun, baxaq nədir. Burada xüsusi plomlar da. İndi paketi açım. İçindən nə gəlir onları sizə göstərdim. Salafanı açdım. Deməli, burada belə bir kağız da var içində. İndi ona da baxacağıq. Əsas düzəldim bunu. İndi salafanını açıram dostlar. Baxın, salafanı da açdım. Bunu ataq içinə. Deməli, belə bir gözəl cihazdır. Çox gözəl cihazdır. Yəni, adam baxanda belə o qədər xoşuna gəlir ki, belə çox keyfiyyətli materialı var. Ölçüsü, yəni orta boydur. Demək olmaz, lap böyüdür. Yəni, balaca otaqlar üçün, biraz balacalardan biraz böyük, yəni orta səviyyə kimi otaqlar üçün kvadrat metrəyə uyğun gedir də burada. Yəni sənədə oxumaq lazımdır. Bunlardan yenə dedim 3 dənə model var. Yəni modellər eynidir, funksiyaları zadı eynidir, hamısı eynidir, prosta ölçülərdə fərq var. Filtrin ölçüsündə balaca, bu lap balaca modelidir bu. Var orta səviyyə, bir də var lap böyüyü. Balaca modellər gedir Air 2000, orta səviyyə modellər gedir Air 4000, biraz da böyük modellər gedir Air 8000. İndi vaxt belə dostlar, burada bütün məlumatlar var. Filtrasiya haqqında, yəni bütün allergik insanlar yoxdur, o allergiyaya qarşı askırır, öskürür, yəni bütün tozu bu yığır da bu aparat. Həm də havanı təmizləmək necə təmizləyir? Ola bilər sigaretin iyini də aparsın, amma bir çox yerlər, şəhərlərdə oxumuşam, insanlar yazır ki, güya aparmır, başqa modellərin şəhərlərini oxumuşam, amma indi Bosch firması yəqin ki bu funksiyaları çoxdur da, yəqin ki aparat, çünki burada gördüyünüz kimi burada artıq avtomatik rejimdə var, axşam rejimi var, ventilasiya sistemi var. Bax belə. Bunu üstündə qoyublar, hansı kontrola malikdir, displeyi var, kontrol var. Bir dənə dostlar, bunda Bluetooth sistemi yoxdur, yəni telefonla pultu yoxdur da, yəni bunun öz şəxsi pultu, yalnız üstündən basmaqla istifadə edə bilərsiniz. Bəzi modellər var ki, onun üstündə olur, misal üçün telefona proqram yüklürsən, Wi-Fi üzərindən, yəni Bluetooth üzərindən kumanda, yəni
pult kimi istifadə eləmək olur da, yəni telefonda proqramla kontrol edə bilirsən, söndürüb yandırmaq ya vəziyyətdə saxmaq. İndi istəyirəm içindəkini göstərdim. Arxada belə bir sarı jelatin var. Bunu da indi çıxardım. Demək, bunun arxasında belə bir qabı var. Arxa hissəsində belə açırsınız. Mütləq dostlar, bunu yadda saxlayın. Dərhal taxmayın, istifadə eləməyin. Yəni birinci filtrə bunun paketin içindədir çünki. Bu filtrəni siz paketdən çıxartmalısınız, sonra təzədən taxmalısınız içinə. Yoxsa bəziləri elə bunu çıxartmadan toka salır, başlayır işlətməyə. O düzgün deyil. Bir çox alanlar, vətəndaşlar var ki, müştərilər alıblar. Bax dostlar, burada filtr belə bu şəkildə gəlir. Ağ rəngdədir, belə bir filtrdir. Yəni balaca, bir də orta səviyyəli otaqlar üçündür. Filtr satırlar, yəni bu filtri də həm də necə təmizləmək olar? Yəni kirlənəndə, içi toz torpaqla yığılanda toz soran maşını ilə çox adamın mən şərhlərini, yorumlarını oxumuşam. Yəni orada yazırlar ki, deməli biz təzə filtri almırıq. Yəni bir filtri 3 ay, əslində qalsa 5 aydan bir dəyişilməlidir. Dəyişdirmirlər. Götürürlər, elə bil ki, toz soranla içini təmizləyirlər, tozlarını yığırlar, təzədən taxırlar aparatın içinə belə. Burada görürsünüz da içidir bunun. İndi mən filtri paketdən açıb təzədən taxacağım içinə. Cihazın dalında da belə bir naklaka qoyublar. Made in Pairs, People Republic of China. Yəni Çində istehsal olunub, amma boş firmasıdır. Yəni orijinal boşdur. Dostlar, keyfiyyəti çox keyfiyyətlidir. Yəni əlinə vuranda bilirsən ki, yəni bu qiymətli yaxşı bir məhsul alırsan. Tozları da burada görürsünüz də ara kəsmələr var, belə boşluq yerlər var. Tozu oradan yığır. İndi bunun elə bil ki, paketdən çıxardım o filtrini, təzədən taxım içinə. Filtr bu şəkildədir dostlar. Bağlı vəziyyətdə gəlir. Açıq vəziyyətdə olsa dostlar götürməyin, ya onda yəqin ki işlənmişdir. Ona görə bu belə məhsulları alanda həmişə təzə almaq lazım. Çünki istifadə olunub, sonra satılanlar bilinmir bu evdə. Mikrob girə bilər, viruslar ola bilər, tozlar ola bilər. Amma təzə almaq daha məsləhətdir. Var balaca, orta, bir də böyük. Qutunu, paketi açdım, içindən çıxardıram filtri. Baxın, bu şəkildədir filtr dostlar. Öz filtridir, boşun orijinal filtridir. Bütün toz torpaqlar hamısı bunun içine yığılır. İndi salacağıq, başlayacaq görək necə işləyir. İşlək vəziyyəti salaq. Deməli, bunun arxasına taxacaq indi bu filtri. Arxasında gördüyünüz kimi belə boşdur. Bir dənə də üstündə belə bir qapağı var. O qapağı arxadan çıxardırsan aşağı hissəsindən. Bunu belə qoymaq lazımdır, bildiyim görə. Tam taxmaq lazımdır ki, tam otursun. Yəni, burada görürsünüz boşluq. Burada 2 dənə belə bir parça var. Bu parçalar yuxarıda qalmalıdır. Belə siz baxın. Yəni, iki tərəfi də eyni oxşarlığı var. Hər iki tərəfdən. Bu parçalar yuxarı baxmalıdır. Onu da belə düz otuzdurun. İndi qapağını taxırıq. Qapağını taxdım. Qapaqları da belə tam oturur dostlar. Bunlar belə çıxır buradan. Basırsan belə düyməni, buradan çıxırlar bunlar. Çıxanda da belə çıxardırsınız, misal üçün. İstədiyiniz başı taxmaq olurdu yəni. Bax belə oturuzu çox rahat da girir içinə. Belə otuzdurdum, temiz oturdu. İndi rozetkaya taxacağım. Start verəcəm, görək necə işləyir. Artıq indi test eləyirəm. Görək necə işləyəcək. Deməli, burada start düyməsi var. Basırsa startı. Cihazı artıq yandırdım. Deməli, işlək vəziyyətdədir. Filtrini taxdım. Altında qapağı var idi, onu bağladım. Demək, burada ekranda yandı. Yəni start, yandırıb söndürmək düyməsi var burada. Start. Bunu basırsan sönür. Sonra bir dəfə də basırsan başlayır yanmağa, avtomatik yanmağa. Buradan yuxarıdan havanı buraxır. Yəni buradan çəkir tozu, torpağı, bütün havada olan toz var.
lazımsız tozlar, tüklər hamısını yığır buradan. Bunun filtri var burada. Filtrin içine yığır. Buradan da təmiz hava buraxır. Həm əli vuranda da sərin hava buraxır. Elə bil ki, həm də klima kimi, kondisioner kimi istifadə etmək olar. Düzdür, indi kondisionerin yerini verməz o evdəki professional kondisionerlərin. Amma indi belə ventilator kimi, belə sərin hava kimi buraxır. Təmiz hava. Deməli, dostlar, burada ekranda göstərir ki, 0-13. Burada axşam modu da var. Misal üçün, axşam yatanda artıq belə səs eləmir, bəkdən səs eləmir. Basırsınız belə axşam moduna. Axşam moduna keçdi səssiz rejimə, yəni çox az bir səviyyədə səssiz rejimə. Axşam modunda belə bir ay şəkili əmələ gəlir ekranda gördüyünüz kimi. Burada da işıq sönür. Burada belə bir işıq var. Böyle gözəl bir işıq qoyublar. O artıq sönür də insanı narahat eləməsin yatanda. İndi təzədən yandırıram. Təzədən avtomatik moda qoyuram. Görürsünüz, avtomatik moda qoyanda artıq işıq yanır. Qoydum avtomatik moda. Artıq ay işarəsi yoxa çıxdı. Başladı avtomatik modda işləməyə, yəni. Görüb 20 dəqiqədən bir, yarım saatdan bir, elə bil ki, artır səsi, başlayır çox çəkməyə, toz torpağı, sonra təzədən normal səviyyəsinə çatır, yəni motorun səviyyəsi azalır. Burada görürsünüz, burada lap belə bəkdən istəyirsinizsə, evdə əgər toz torpaq varsa, çoxlu belə toz torpaq, yemək pişirirsinizsə, yeməyin belə çıxır da tüstüsü, havası, onu da yığır, buradan yığır. Bax, buradan görürsünüz də, buradan hamısını yığır. Burada mən elə bir avtomatik rejimdən keçirdirəm güclü rejimə. Burada görürsünüz artır, yuxarıda da qeyd olunub artır. Bir dənə də basıram, bu lap artdı. Artıq motorun səsi lap artdı. Buradan artıq çox çıxır, buradan da dartır. Elə bil ki, o əl toz soranlar olur, pilososları. Onun kimi buradan dartır, filtrin içine yığır bütün toz torpağı. Buradan da təmiz hava. Deməli, buradan artırıb azaltma olur ventilyasiyanı. Yəni, aşağı səviyyəyə qoya bilərəm. Əgər evdə dediyim kimi, siz yemək pişirirsinizsə, ev toz torpaqdırsa, havada əgər hiss edirsinizsə, alerjik bir şey varsa, yəni havada hiss olunur da, yəni onda siz yuxarı səviyyəyə qoya bilərsiniz. Bir də ən əsas bu, dostlar, bu kondisioner yerini tutmur. Bu klima deyil. Bu aparat deməli, sigaret iyini tam aparmır. Yəni, bu aparat yalnız alerjiyə qarşı, yəni havada görünməyən toz torpaqlar vardı, yəni tozlar o insanın burnuna girir, orqanizmasına girir. İnsan ona alerjisi varsa, yəni askırır, öskürür. Bu bütün o toz torpaqları yığır filtrə. Filtri də dostlar ömrü var da, yəni filtri 5 aydan bir, 1 ildən bir değişə bilərsiniz. Ya da ki, burada belə bir şey də var. Burada xüsusi funksiya var. Burada göstərir filtrin ömrünü. Bax, indi 99% qaldı filtrin ömrü. Get-gedə də azalır. 98, 95, 1% olanda artıq qapağı açıb o filtri tozsoronla təmizləmək lazımdır üstünü. Yəni təzə filtr almağa ehtiyac yoxdur. Tozsoronla üstünü tərtəmiz eləyirsiniz. Sonra burada tutub saxlayırsınız bunu 5 saniyə. Avtomatik reset eləyir, yəni. Köhnə standart vəziyyətinə qayıdır, sıfırdan başlayır artıq filtr istifadə olunmağa. 1 il tamam olandan sonra dostlar artıq siz imkan daxilində yəni filtr alıb istifadə edə bilərsiniz. Burada bir də dostlar nə deyəcəydim? Bu avadanlığın böyük modelləri də var. Yəni bu 2000 mod, Air 2000'dir. Var Air 4000. Bir də var biraz böyük modeli Air 7000'dir mən bilən. Ya 6000'dir ya 7000'dir. Böyük variantına ihtiyac yoxdur almaq, çox böyüyünü. Onun filtri də böyüdür, qiyməti də çoxdur. Var balaca variantı, mini variantı, hər yerə qoyma olur evdə yəni. Bir də var orta səviyyə variantı, o da Air 4000'dir yəni. Bosch firmasıdır. Bosch bilirsiniz ki, dünyanın ən məşhur Alman markasıdır. Yəni çox keyfiyyətli məhsullar istehsal edir. Həqiqətən dostlar, ələ götürəndə bilirsən ki, çox keyfiyyətli materialı var. Üstə də baxanda, vidinə baxanda, dizayna baxanda çox gözəldir. Mən müxtəlif başqa firmalarda görmüşəm, Xiaomi görmüşəm, hava təmizləyən aparat, ya
Başqa markalar da var. Levoit belə bir firma da var. Amazonda satırlar. Yəni Türkiyədə də burada məşhurdur. Burada çox satılır o firma. Amma ən çox təriflilər Boşu. Yəni orada deyirlər ki, o Levoitdir. Xiaomi-də effekt vermir. Yəni havanı istədiyi kimi, yəni təmizləmir də. Yəni belə bir söhbət gedir. Danışırlar insanlar. Mən bilmirəm, mən test eləməmişəm. Amma mən hal-hazırda 2 gündür test eləyirəm bu aparatı. Boş Air 2000-i. Həqiqətən də dostlar effekt verir. Yəni hiss olunur ki, hava təmizlənir. Yəni axşam mən yatdım, çox rahat yatdım. Yəni əvvəllər mən yatanda biraz asqırırdım, öskürürdüm, bir hiss olunurdu, toz torpaq girir də insan burnuna. Məndə də çox allergiya var, alerji var. Ümumiyyətlə hər hansı bir toz olanda havada başlayıram asqırmağa. Ona görə artıq belə bir şey yoxdur. Yəni ki, mən artıq test eləmişim. Bu balaca variantında dostlar. İndi orta səviyyə variantında biraz otaq böyük olanda orta səviyyə variantı ala bilərsiniz. Amma yanınıza da qoya bilərsiniz aparatı. Biraz uzaqda da qoya bilərsiniz. İstər-istəməz çəkir də, filtrə çəkir bu toz torpağı. Havada olan. Yerdə əlbəttə ki, yerdəki toz torpaqları çəkməyəcək dostlar. Deməli dostlar, mən burada sizə nə göstərmək istəyirəm. Burada bunun deməli başqa model var da. İndi Xiaomi var, başqa markalar var. Xiaomi-də misal üçün ya Levoit-də xüsusi tətbiqlə, telefona proqram yükləməklə tətbiqlə. Onu deməli telefon üzərindən kontrolları istifadə edə bilərsiniz. Yandırıb söndürə bilərsiniz, ya istifadə edə bilərsiniz. Bunda belə bir şey yoxdur yəni. Bu modellərdə yoxdur. Sadəcə bir dənə Wi-Fi funksiyonunu qoyublar üstünə. Yəni sənəddə elə qeyd olunub ki, daxil ediblər. Yəni sistemin içindədir, yəni cihazın içində var. Amma hələ ki istifadə olunmur. Baxın burada da göstərir ki, Wi-Fi var. Wi-Fi var, yəni displeydə nə var? Automatik, manual mod var. Bir də Wi-Fi görürsünüz də burada. Bir də kilit var. Uşaqlar üçün, uşaqlar qutlamasın. Kilit var. Tutub saxlayırsan kilidlənir. Deməli dostlar, burada Wi-Fi var, amma istifadə eləmək olmur. Yəni ki, tətbiqə hələ daxil etməyiblər bu sistemi. Yəqin ki, gələcəkdə tətbiqdə istifadə olunacaq. Dostlar, mənim xoşuma gəlir. Mən çox razıyam. Deməli, burada bu işıq da müxtəlif cür rənglər verəndə artıq bunun sensoru var, hava sensoru, bilmirəm hardadırsa. Havanın çirkliyini, təmizliyini sensor yoxlayır. Çirkli olanda artıq burada başqa rəng əmələ gəlir. Burada görürsünüz ki, hələ ki göy rəngdir. Yəni demək odur ki, hava təmizdir hələ ki. Çünki təmizləyir ona görə. Bir də ki, hava ümumiyyətlə otaq təmizdir havası. Çirkli olanda havası datçik artıq rəngləri dəyişir. Yəni qırmızıya çalır, sarıya belə. Dostlar, mən razıyam. Aparat, cihaz çox gözəl cihazdır həqiqətən. Hər evə lazımdır. Kimin allergiyası varsa ən əsasında, yəni evdə allerjik xəstələr varsa, kimin allergiyası varsa, itdən, pişikdən allergiyası varsa, mütləq alın, istifadə edin. Mən bilmirəm, Azərbaycanda satırlar dostlar. Amma filtrəsini tapmaq biraz müşkül məsələdir. Yəni bir ildən bir dəyişəcək xüsusi filtrəni. Artıq xaricdən sifariş eləməlisiniz. Amma sırf bu cihazdan mən görməmişəm Azərbaycanda. Yəni varsa əgər dostlar, şərh bölməsində aşağıda yazın. Təşəkkür edirəm sizə. Çox sağ olun. Artıq sizə məlumat verə bildim sizin cihaz haqqında. Sağ olun.